Sevinç xanım, öncə o dediyiniz məqama bir sosial xərclərlə bağlı məqama bir fikir, açıqlama gətirim. Əslində dünyanın müxtəlif ölkələrində mən araşdırmışam. Müxtəlif ölkələrində o sosial xərclər sinifinə, yəni kateqoriyasına kimlərsə nələrsə aid edirlər. Yəni fərqli yanaşmalar var. Bir standart yoxdur. Ki, deyək ki, sosial sferaya təhsilin, səhiyyənin xərclərinə aid edək, yetməyək. Müxtəlif ölkələrdə müxtəlif şeylər. Ancaq məntiqən sosial xərclər siz dediyiniz kimi o xərclər olmalı ki, bunlar doğrudan da sosial xarakterli xərclərdir. Müəllim işləyir, əmək haqqı alırsa, belə məntiqən, sadə bir məntiqən deyirəm. Mən heç maliyyəçi, iqtisadçı məntiqən demirəm. Bu zəhmətin haqqını alır da. Sosial xərc odur ki, sən kiməsə yardım eləyirsən, kiməsə müavinət verirsən, kiməsə deyək ki, təqaüd verirsən. İndiki bizim təqaüd sistemində də sizin pulunuzdan mənim təqaüdüm bağlanırsa, mənim pulumdan başqa birisinin təqaüdü bağlanırsa, bu bütövlükdə demək o sosial xərclər kateqoriyasına aid ediləcəkdir. Yəni bu belə deyək, mübahisəli bir məqamdır. Bunu qoyaq kənara. Fakt başqadır, reallıqlar başqadır. O reallıqlardan danışaq ki, bu gün bizim büdcəmizin xərclərini, bax, verilişimizin əvvəlində çəkdiyimiz faktları, göstərdiyimiz o gerçəklər ki var ki, hansı ki rəsmi dövriyyədən yayınaraq şəxsi ciblərə gedir və belə bir imperiyaların qurulmasına nəticə etibarilə xidmət eləyir. Bax, o pullar dövlətin xəzinəsinə gəlsə, onda bizim ölkəmizin içərisində də çox sosial problemlərin həllini biz edə bilərik. Sosial problem hardan yaranır? Sosial problem dövlətin yükü hardan sosial sferada artır? İş yerləri yoxdur. İş yeri olsa rayonlarda bir gün insanlar axışıb Bakıya gəlməzlər. Bax, bunun üzərində ciddi düşünməliyik. Biz vergi artırdıqca iqtisadiyyatın bəlli bir qanunu var, yazılmış qanunu bu. Vergi artdıqca iqtisadiyyat aşağı gedir. Bu, indi mən burada o nəzəriyyələri sadalayıb tamaşaçılarımızı yormaq istəmirəm. Bu, bəlli bir qanundur. Sən vergini sıxdıqca, artırdıqca iqtisadiyyatı boğursan və iqtisadiyyat baş aşağı gedir, təbiidir. Ona görə vergiləri artırmaqla uğur qazanmaq mümkün deyil. Baxın, yanvar ayının birindən Özbəkistanda 80 min dollar, mən bu dollarla xüsusi olaraq deyirəm ki, tamaşaçılarımız, yəni Özbək valyutasında desəm, bir təsəvvürləri formalaşmayacaqdır. 80 min dollar civarında dövriyyəsi olan biznes, yəni bir kiçik və mikro biznesdən söhbət gedir. Biznesin vergisi 4%-dən 1%-ə yendiriləcəkdir. Gürcüstanda da bax, eyni sistem təxminən müxtəlif dövriyyələrlə 500 mindən 1 milyona qədər bax, bu şəkildə tətbiq olunur. Yəni, axı, biz nədən bu yolu tutmayaq? Biz nədən bunu etməyək? Mən sabah yəqin ki, mətbuatda geniş bir açıqlamam çıxacaqdır və bu problemlərin hamısını orada demək olar ki, o geniş açıqlamada, geniş müsahibədə hamısını açmışam və yolları da göstərmişəm ki, nə etmək lazımdır? Soruşurlar, nə etmək lazımdır? Heç nə. Sadəcə olaraq, Sevinç xanım, dəfələrlə demişik, hətta bəzən adamın özündən acığı gəlir ki, bir şeyi nə qədər demək olar. Bu biznes nə cür inkişaf eləməlidir? Ölkənin iqtisadiyyatının onurğa sütununu təşkil edən kiçik və orta biznes Azərbaycanda nə cür inkişaf eləməlidir? Gəlin sizlə gedək, bir soru keçirək. 100 adam soruşaq. 1000 adam soruşaq, iş adamı. Görək bunun 1000-dən 999-unun vəsaiti olacaqmı ki, öz şəxsi vəsaiti hesabına biznes qursun və yaxud da ki, mövcud biznesini genişləndirir, modernləşdirsin, nə bilim, müasir o çağırışlara uyğun şəkildə yenidən qursun. Olmayacaqdır. Bəs bu insan nə etməlidir? Hardan vəsait tapmalıdır? Bunun yolu, yeganə yolu bankdır. Dünyanın getdiyi yol, bəlli yoldur, bankdır, bank kreditidir. Biz əgər bugün 100 manatlıq ümumi daxili məhsula cəmisi 38 qəpik normal kredit veririksə, biz bu iqtisadiyyatdan nə istəyirik? Gerçək rəqəmlərlə deyirəm sizə. 130 milyardlıq ümumi daxili məhsula 500 milyon demək, normal kreditdə. Mən normal onu deyirəm, yəni o güzəştli kredit xətlərimiz var da bizim 4%, 4%-dən 6%-ə qədər. Və yəni bu, baxın, dünyanın orta inkişaf eləmiş, yüksək inkişaf eləmiş ölkələrində iqtisadiyyatların kredit tutumu hansı səviyyədədir? 40%-dən 60%-ə qədər. Yüksək inkişaf eləmiş ölkələrdə 100%, 200%, 400% göstərici var. Bir 100 manatlıq
Bu 0,38% eləyir. Yəni 100 manata 38 qəpik kredit vermək bu gülüncdür. Və bu iqtisadiyyatdan nəsə istəmək, hələ bu orta və kiçik biznes müəyyən bir formada, zəif formada da, yəni deyək belə, çox arıq bir formada da ayaq üstə dayana bilirsə, bu böyük bir uğurdur. Ki, bunu bacarırlar, bunu saxlayırlar. Ona görə bu məsələlərin üzərindən əsaslı şəkildə gəlməliyik, dönüş etməliyik. 80 milyard altında bizim dollarla, demək, valyuta rezervlərimiz var. Biz kasıb dövlət deyilik, bizim imkanlarımız, maliyyə imkanlarımız yetərlidir. Yeni banklar yaranmalıdır. Ya bir bank yaransın, ya bir neçə bank yaransın. Dövlət bankları yaranmalıdır. Biznesin əlindən tutacaq, fermerin əlindən tutacaq aqrar sektorda, sənaye sektorunda və iqtisadiyyatın ayrı-ayrı sahələrində, xidmət sektorunda biznesin əlindən tutacaq banklar yaranmalıdır. Dövlət biznes ortaqlığını yaratmalıyıq ki, dövlətlə biznes bir ortaya gəlsinlər, o biznesin çatmadığı pulunu dövlət qoysun və dövlət o layihənin reallığını təsdiqləsin, dövlət biznesmenlə bir 3 il, 5 il, 6 il, 7 il bir yerdə getsin, öz pulunu da götürsün o biznesdən çıxsın, yerində biz bir dənə sahibkar olaq, hansı ki iqtisadiyyata tövbə verəcək, hansı ki iş yerləri ilə insanları təmin edəcək, hansı ki büdcəyə həm regionun, həm dövlətin büdcəsinə aidiyyatı vergilər verəcək. Yəni bununla da biz belə deyək, yerlərdə də o şəraiti yaradacağıq ki, insanlar axışıb Bakıya gəlməsinlər.